Keçən dəfə möminlərin sifətlərindən danışarkən Əleyhisselamın dilindən bunu dedik ki, Əleyhisselam buyurur ki, yumsi və həmmuhu şükür. Buyurur ki, gecəni, yəni gündüzü gecə eləyir, yəni günü keçirdir. Bir halda ki, ən böyük, əhəmiyyətli şey onun üçün Allaha şükür eləməkdir. Yəni şükür halındadır və şükür onun üçün gün ərzində elədiyi şeylərin ən əhəmiyyətlisidir. Ümumiyyətlə, insan həyatında ən çox tövsiyə olunan yaxşılıqlardan biri şükürdür. Ən gözəl dəyərlərdən biri şükürdür. Çox böyük fəzilətdir. Axı fəzilətlər eyni dərəcədə deyil hamısı. Fəzilətlərin dərəcələri bir-birindən fərqlənir. Müxtəlif dərəcələri var. Hədis buyurur ki, şükür ən üstün dəyərdir, ən üstün fəzilətdir, ən gözəl dəyərdir. Bir adamda şükür xüsusiyyəti olmasa çox ziyan eləyib o insan. Mən deyərəm ki, həyatının mənası yoxdur adamın. O adam ki, şükür xüsusiyyətinə malikdir. Şükür xüsusiyyətini əldə eləmək çətindir. Namaz qılmaq asandır buna baxanda. Oruç tutmaq asandır. Hətta alim olmaq asandır. Kitab oxumaq, elmə sahib olmaq. Nisbətən buna baxanda asandır. Amma şükr eləyən bəndə olmaq çətin məsələdir. Az adam çatır. Buna dəlilim nədir? Dəlilim Qurandır. Ən möhkəm dəlil Quran-ı Kərimdirsə, Quranda Allah buyurur ki, və qalilun min ibadiyyəş şəkur. Buyurur, mənim bəndələrimdən az hissəsi şükür eləyir. Bunu Allah buyurur. Allah sözündən daha etibarlı söz yoxdur. Buyurur, az insana bu neməti vermişəm. Az insan var ki, mənim şükrümü yerinə yetirir. Və qalilun min ibadiyyəş şəkur. Mənim bəndələrimdən az hissəsi mənə şükür eləyir. Həyat o zaman xoşdur ki, insan həyatında hər şeyə şükür eləsin. Bu fəzilət insana çox nemətlər bəxş eləyir. Həyatı gözəlləşdirir. Şükür olmasa həyat acıdır insan üçün. Şeytan bilirsiniz nə deyir? Quranda baxın, buyurur ki, Quranda Allah buyurur şeytanın dilindən. Şeytan deyir ki, mən insanları azdırmaq üçün elə eləyəcəm ki, Quran ayəsidir. Onlar şükür eləməsinlər. Yəni şükür eləmədisə bədbəxt oldu. Qalan bədbəxtçiliklər hamısı dalıca gələcək. Yəni ancaq şükür eləməməklə, naşükürlüklə sənin yolundan çıxardacam insanları. Bir adam günah eləyirsə, həyatı acıdırsa, soruşsun ki, problemin nədir? Cavab bir mənalıdır ki, mən şükür eləyən bəndə deyirəm. Əgər şükür olarsa, həyat gözəl olar. İnsanlar günah niyə eləyir? Ona görə ki, həyatı şirinləşdirmək istəyir. Deməli, həyat acıdır ki, onu şirinləşdirməyə ehtiyacı var. Heç görmürsünüz ki, balla dolu bir stəkanın içinə qənd atsınlar. Bal şirindir, qəndə ehtiyac yoxdur. Qəndə o zaman ehtiyac olur ki, bu içiləcək şey acıdır. Acıdır deyə qəndlə məcbursan şirinləşdirəsən. Şükürlə olarsa həyat çox şirindir. Həyat çox şirindir. Şükür olmazsa həyat acıdır, insan məcburdur günah şəkərindən qaçsın ki, həyatını şirinləşdirsin. Şükür halında olan insan hər halda ləzzət içindədir. Başına nə iş gəlirsə Allahdan bilir. Bir nəfər gəldi mənə küçədə nalayiq bir söz dedi, deyirəm, ilahi şükür sənə. Yəqin bu sözləri eşitməliydim, eşitdirdim mənə. Sən mənə o qədər çox istəyirsən ki, mənim cənnətə getməyim üçün bir dənə adamı cəhənnəmə göndərdin. Bu məni təhqir elədi, günah qazandı ki, mən səbr eləyim, cənnət qazanım. Deməli, sən məni çox istəyirsən, həddən artıq çox istəyirsən. İnsan xəstələnə xəstəliyini Allahdan bilə deyə ki, şükür eləyirəm sənə. Həzrəti Əyyubun misalını çəkir Allah. Axırda da demədi, o qədər ədəbli idi ki, demədi mənə şəfa ver. Dedi, inni məssəniyyəzzur və əntə ərhamur rahimin. Bir dənə şəfa istəyi yoxdur duada. Buyurdu ki, mən çətinliyə düşmüşəm, ilahi, sən də rəhimlilərin rəhimlisisən. Da özün bilərsən. Bir dəfə şəfa istəmədi, Allah onun duasını gətirir, Quranda bizə örnək verir. İnni məssəniyyəzzur və əntə ərhamur rahimin. İlahi, mən çətinlikdəyəm. Hamı məndən üz döndərib xəstəliyimə görə. Sən də ərhamur rahiminsən. Nə məsləhət bilsən, davam edirsən elə, eləmirsən, şəfa ver. Yəni şəfa ver sözünü dilinə gətirmədi.
Allah buyurur, mən mömindən sevimli bir məxluq yaratmamışam. Onun məsləhətini də mən bilirəm. Bugün fəqirlik verdimsə, deməli fəqirlik onun xeyrinədir. Bugün ruzu verdimsə, deməli əsas biləsən ki, vəzifəm nədir? Bu ruzunu mənə niyə veriblər? Bunu biləsən. Əsas biləsən, vəzifəvi biləsən. Hər halda Allaha şükr eləyəsən. İnsan həyatdan ləzzət almaq istəyirsə, nəyim var buna diqqət eləməlidir. Bir stakan yarısınacan su ilə doludursa, iki cür demək olar. Demək olar bu yarısınacan doludur, demək olar bu yarısınacan boşdur. İnsanların psixoloji tipləri də fərqlidir. Bəziləri boşu görür, bəziləri dolunu. Allah bizdən istəyib ki, biz həyatımızın dolu hissəsini görək. Hey deməyək, nəyim yoxdur, filan şeyim yoxdur, filan şey. Deyək, nəyim var? Nəyim vara diqqət eləyək. Nəyim var, ona diqqət eləyək. Bir qadındır, oturub küçədə, deyib, bədəni cüzamdan çürüyür, gedir aradan, xəstədir, ham ondan qaçır. Deyir, ay Allah sənə şükür, ilahi sənə şükür, ilahi sənə şükür. Həzrət İsa keçəndə diqqətini cəlb edir. Deyir, hansı gün və şükür eləyirsən? Bədənin çürüyüb gedir, gözün görmür, cəmaat səndən üst çevirib. Deyir, şükür olsun sənə ilahi ki, mənə elə bir neymət vermirsən ki, başqalarına verməmsən. Deyir, o hansı neymətdir? Deyir, Allah mənim ürəyimə öz mərifətini daxil eləyib. Öz mərifətin ürəyimə salıb. Bu neyməti mənə verib ki, sağlam gəzən insanlar onu tanımır. Mən onlardan xoşbəxt adamam. O vəziyyətdə də dolu hissəni görəsən, boş hissəni görməyəsən. Nə qədər zarıyasan ki, nə oldu bu, belə oldu, niyə filan şeyim yoxdur? Deyirən, ilahi şükür sənə ki, filan şeylər vermirsən mənə. Deyirlər, dua o zaman qəbuldur ki, şükürlə başlasın. İmam Hüseyin ağanın Ərəfəs duasına baxın. Əntəlləzi, ilahi, sən o kəssən ki, məni hidayət elədin. Sən o kəssən ki, mənə ruzu verdin. Hey, neymətləri sadalayır. Buyurur, şükür eləyəndən sonra nə istə söz verərəm. Ləin şəkərtum, ləəzidənnəkum. Buyurur, əgər şükür elələ söz, mən də artıraram. Amma hey, gileylən söz ki, məndə filan şey yoxdur, yox hissəsinə fikir versiniz, mən də sizi fəqir eləyərəm, yoxsul eləyərəm. Siz sevinin, yaşayışdan ləzzət alın, mən də sizə neymətlərimi artırım. Bir bəla da gələndə onu məndən hədiyyə kimi qəbul edin. Deməli, sizin məsləhətiniz var, nəsə bir xeyir var ki, mən bu bəlanı, bu çətinliyi sizə göndərmişəm. Ən çətin məqamlarda əleyhissalama Peyğəmbər xəbər verir ki, sən Ramazan ayının 19-cu gecəsində şəhid olacaqsan. Xutbə oxuyur məsciddə, birdən Gözəl əleyhissalama sataşır, başlayır ağlamağa. Deyir, ya Rəsulallah, ümumiyyətlə tarixdə belədir ki, bircə dəfə Peyğəmbər bir neçə dəfə əleyhissalama baxıb ağlayıb, biri də bu yerdir. Amma deyirlər, İmam Hüseyin ağaya haçan gözü sataşırdısa, Peyğəmbər ağlayırdı. Əleyhissalama bir neçə dəfə, biri də Şəbaniyyə xutbəsini oxudu, baxdı Həzrət Əliyə, ağladı Peyğəmbər. Dedi, ya Rəsulallah, canım sizə, ata-anam sənə qurban olsun. Niyə ağladın? Buyurdu ki, o günü görürəm. Pərdə gözümdən çəkildi. Görürəm necə insanların ən bədbəxti səni qılıncla vurub və alnının qanı axıb üzüyü qızardıb, saqqalın qırmızıya boyanıb alnının qanından. Dedi, nə zaman baş verər ya Rəsulallah? Peyğəmbər buyurdu ki, Ramazan ayının 19-cu gecəsində məsciddə ibadət elədiyin zamanda o gələr səni o şəkildə şəhadətə yetirər. O zaman Əlican necə səbr eləyəcəksən? Necə səbr eləyəcəksən? Həzrət Əli nə cavab verir? Ərz eləyir ki, ya Rəsulallah, bura səbr yeridir, şükür yeridir. Soruşun ki, bu neymətə necə şükür eləyəcəm? Necə şükür eləyəcəm bu şəhadət neymətinə? Bunu deyir, biri var deyəsən keçəsən, bir də var həmin gündə təsdiq eləyir. Alnına qılınc zərbəsi dəyən kimi nə deyir? Fustu və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə nicat tapdın. And olsun Kəbənin Rəbbinə qurtuldun. Hər bir hadisəni insan şükürlə, razılıqla qarşılayarsa, həyat insan üçün şirin olar. Bu, şükür elə bir neymətdir ki, həyatın bütün çətinliklərini insanlar üçün asanlaşdırır. Allah bizi şükür eləyən bəndələrindən qərar